Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində şəxsi özü üçün inşa olunmuş belə bir gözəl həyət evi göstərəcəm. Masazır qəsəbəsinə prospekt yola, yəni əsas yola çox yaxındır. Yerdən kürsülü tikiş haqqında məlumat verim. Sonra qədər cütdaşla tikilib. Evin iç divarları da qoşa daşdı, yan divarları da qoşa daşdı. Kürsüdən sonra monolitdir, bir ilə ikinci mərtəbənin arasında monolit betondur. Həyətin göstərim, bisetkası var. Evin yanında da yeri var. Onu tam şəkildə sizlərə göstərəcəm. Evin içi çox gözəl təmirləndir. Ümumi otaq sayı 6-dır. 6 otağı var. Yəni bir qonaq otağı, mətbəx və aşağıda bir dənə əlavə yataq otağı var. Aşağısında belə qaraj var. Çöldən də qaraja daxil olmaq. Bu isə ən azından 2 maşın, 3 maşın keçir. Əsas prospekt yola çox yaxındır. Bax bu ev bütöv bu evə aiddir. Kupçası var. 2 sotayağın torpağının üzərindədir. Qaçırmağına dəyməz. Şəxsi özü üçün ev axtaran müştərilərin nəzərinə. Çox gözəl bir evdir. Uzun illər bundan qabaq tikilmiş bir evdir. Və keçə evin içində olan şərait tam şəkildə göstərəcəm. İçərisinə daxil olmuşuq. Dəhliz hissəsini görürsünüz hal-hazırda. Dəhlizin döşəməsi və mətbəxin döşəməsi isti döşəmədir, üstü qranitdir. İkinci mərtəbə qalxan pilləkəndir. Bir daha vurulum, ev şəxsi özü üçün tikilmiş bir evdir. 6 otaqdır, kupçalıdır. Masazır qəsəbəsində prospekt yola çox yaxındır. Qiymətlə bağlı mesaj bölməsinə yaza bilərsiniz. Cavablandıracaq, qiyməti tam mesajda göstərə bilərik. Bu da mətbəxdir. Mətbəx və biri yenidir. Yaxın bir vaxtda yığılıb. Avadanlıqlar çıxacaq. Lazım olsa pul müqabilində avadanlıqla saxlamaq olar. Mətbəxin 2 ədəd pəncərəsi var. Evin içinin hündürlüyü də çoxdur. Yəni ev işıqlıdır. Mətbəxin bir daha vurulur. Döşəməsi qranit, altı isti döşəmədir. Səliqəli, keyfiyyətli tikilmiş evdir. Evin birinci mərtəbədən sonuncu mərtəbəyə kimi iç divarları hamısı qırlıq daşdır, yəni qoşa kubikdir. Bilənlər bilir ki, o keyfiyyətli deməkdir. Evin internetidir, kanalizasiyası, qaz, su işığı, ya yaxınlığında məktəbi, yaxınlığında şəhərə gedən avtobusları, apteki falan hamısı var. Bu birinci yataq otağıdır, birinci mərtəbəyə aid olan yataq otağıdır. Belə yataq otağının birinci mərtəbədə olması çox əlverişlidir. Ən çox da yaşlı adam ailədə varsa. Burada da qonaq otağımızdır. Qonaq otağı tam təmir gördüyünüz kimi. Mebellər götürüləcək, evdə əşya qalmayacaq. Burada evin sahibinin pişiyi də buradadır. Bu da bizim çılçıraq. Qonaq otağına baxdıq, yataq otağına baxdıq və birinci mərtəbədə sonuncu baxacağımız yer buradan qalxırıq yuxarı hamam otaqlarıdır. Hamam otaqları ayrı-ayrıdır. Onu göstərim sizlərə. Tam ayrı-ayrı hamam otağıdır. Tam müasir üslubda təmir olunub, tam müasir üslubda. Yuxarı mərtəbənin özünün hamam otağı ayrıdır. Bu da böyük bir hamam otağıdır. Müştərilər var ki, belə həcmli hamam otağı axtarır. Belə bir müştərilərin nəzərinə qaçırmayın. Qiymətlə bağlı bir daha deyim ki, qiymətlə bağlı yaza bilərsiniz, qeyd eləyərsiniz, mesaj bölməsində sizə cavablandıran qiymətlə bağlı. Dövlət ipotekasına yararlıdır. Dövlət ipotekanız hazır olsa bu evi əldə edə bilərsiniz. Qalxdıq sonuncu mərtəbəyə. Burada sonuncu mərtəbə gizli işıqlar, soyutma sistemi, kondisionerləri görürsünüz. Burada 4 ədəd yataq otağımız var. Bir dənə yataq otağı aşağı mərtəbədədir. Onu da göstərəcəm. Daha doğrusu göstərmişəm videonun əvvəlində. Lazımsa əşyalar yığılan bir otaqdır, amma hal-hazırda lazım əşyalar yığılsa da yataq otağı kimi nəzərdə tutulub. Burada bizdə böyük bir yataq otağıdır. Möhtəşəmdir. Qiyməti də ucuz deyil. Şəxsi özü üçün tikilmiş evdir, həcmi böyükdür. Evin için kvadratı kupçada 232 kvadratdır. Ümumi 2 sotayağın torpağının üzərindədir. Məncə bu evə pul saymağına dəyər. Yerləşməsi mükəmməl, Masazır qəsəbəsi, düz mərkəz. Tam rahat şəkildə gəlib alıb köçüb yaşamaq mümkündür. Bu da digər yataq otağıdır. Tam təmirli gördüyünüz kimi. Tam təmirli. Bu mebellər götürüləcək. Lazım olsa hər hansı bir mebel, hər hansı bir əşya lazımsa pul müqabilində saxlamaq mümkündür. Burada bizdə ikinci mərtəbə, sonuncu mərtəbə aid olan hamam otağıdır. Burada da gördüyünüz kimi ayrı-ayrıdır. O belə yataq otağına bitişikdir. Bu da sonuncu yataq otağıdır. Sonra da izlədiyiniz üçün təşəkkür edirəm. Qiymətlə bağlı bir daha vurğulayım. Mesaj bölməsinə yaza bilərsiniz. Və yaxud da ki, mobil nömrəmiz var. Əlaqə saxlayıb qiymətlə bağlı məlumat ala bilərsiniz. Instagram və YouTube kanalımıza da abunə olmağı unutmayın.